vatanın ve milletin bölünmez bütünlüğünü. Qonşu Türkiyə hökuməti ard-arda Twitter və YouTube-a yasaq qoydu. Erdoğan hökuməti hələ internet nəzarəti gücləndirmək məqsədi ilə qanun qəbul edən ərəfədə Azərbaycan parlamenti bu istiqamətdə işlərə başlayıb. Bir müddət öncə Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiət Aslanova Trend agentliyinə bildirib ki, parlament informasiyanın psixoloji təhlükəsizliyi haqqında qanun layihəsinin hazırlanması üzərində işləyir. Onun müsahibəsindən aydın görünür ki, yeni qanun internetə senzura məqsədi daşıyır. İndi demək olar ki, dünyanın əksər ölkələri informasiya və psixologiya təhlükəsizliyi ilə bağlı qanun qəbul ediblər. Rusiyada isə bu qanun federal səviyyədə artıq qəbul edilmək üzrədir. Milli Məclis tərəfindən də belə bir qanun qəbul edilməsi vacibdir. Bu qanun həm bütün media məkanını, həm də virtual informasiya məkanı olan interneti nəzarətdə saxlayacaq. Parlamentin digər vəkili Fazil Mustafa isə üzvü olduğu İnsan Haqları Komitəsinin sədri Rəbiət Aslanovanın fikirlərini bölüşmür. O, bütün hallarda buna gedilməyəcəyini və bunun anormallıq olduğunu deyib. Bütün hallarda məncə buna gedilməyəcək. Çünki bu getmək anormallıqdır. Çünki bu ölkənin müasir texnologiyadan imtina eləməsi deməkdir. Buna yol vermək olmaz. Azərbaycanda informasiya azadlığı ilə bağlı problemlər qanunvericilik səviyyəsində dəqiq çözülməyibdir. Yəni nəyin cinayət xarakterli olduğu, nəyin cinayət xarakterli olmadığı sadəcə mülki və inzibati məsuliyyət yaratdığını hələ tam təsbit etmiş vəziyyətdə deyilik və difamasiya haqqında qanunun da qəbul olunmaması, uzadılması bu problemləri yaradıb. Paytaxt sakinlərinin YAP hakimiyyətinin yeni niyyətlərinə münasibəti isə belə oldu. Pis. Hala o mətbuatın qarşısını almaqdır, yəni məlumatın qarşısını almaqdır. İnsanların bilgilənməsi üçün, bir məlumat alması üçün bir dənə mənbə elə bizdə internetdir. Bir də ki, kitablardan, zatdan öyrənmək olar, amma əsas internetdir. İnterneti qadağan Azərbaycanda yaşadığımız bilinir. İnternet harda, Əfqanistan zad deyil bura. Məhdudiyyət qoyması məncə pis olar. Yaxşı, normal baxmıram. İnsanların dünya görüşünü azaldır. Niyə qadağa qoyulmalıdır ki? İstifadə edirəm hamımız. Facebooka girəm, başqa məlumatlar toplayıram. Normal, mən internetsiz də yaşaya bilərəm. Ümumiyyətlə, bugünkü gündə həyatı internetsiz təsəvvür etmək çox çətin olduğuna görə mən qarşıyam ona, yəni. Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov isə hesab edir ki, bu qanun yol verilməzdir. Onun sözü gedən qanun hakimiyyətin vətəndaş cəmiyyətinə, azad sözə və ümumilikdə sivil toplum institutlarına qarşı sanki müharibəyə başlamasının bir daha sübut edir. Qanunu qəbul edirlər ki, kimisə sabahların həbs edə bilsinlər, ən azından hüquqi müstəvidə təqib edə bilsinlər. Media eksperti informasiyanın psixoloji təhlükəsizliyi haqqında qanun layihəsinin hazırlanmasını və bunu əsaslandırmağa çalışan iqtidar deputatlarının parlamentdəki çıxışlarının ona təəccüb doğurmadığını deyir. Sadəcə biz hesab edirik ki, bu cür qanun qəbulu Azərbaycanın Avropa Şurası kimi, ATƏT kimi ölkələrin qarşısında üzərinə götürdüyü öhdəliklərə bir mənalı olaraq ziddir. Media mərkəzinin eksperti Xalid Ağaliyevin sözlərinə görə hakimiyyətin internetdə ifadə azadlığını məhdudlaşdırmağa yönələn ilk ciddi addımı ötən il olub. Belə ki, cinayət məzəlləsinə internet üzərində yayılan informasiyalara görə məsuliyyətlə bağlı cəzalar əlavə edilib. Həmin qanunvericilikdən biz çıxış etsək, görürük ki, ifadə azadlığını, informasiya azadlığını məhdudlaşdırmaq olar, imkan verilir. Bu olar milli təhlükəsizlik məqsədi ilə digər bir neçə istiqamət var ki, o məqsədlə informasiya azadlığı, ifadə azadlığı məhdudlaşdırıla bilər. Amma konkret olaraq insanların psixoloji təhlükəsizliyinin qorunması məqsədi ilə ifadə azadlığına müdaxilə edilməsi yol verilməzdir. Azərbaycanda informasiya və ifadə azadlığı ilə bağlı qanunvericilik məhdudiyyətlərinin çərçivəsini kifayət qədər müəyyən edib. Xalid Ağaliyev həm cinayət, həm də mülki qanunvericilikdə bununla bağlı xeyli aydın və sərt müddaların olduğunu deyir. Müsahib eyni zamanda Azərbaycanın qoşulduğu müxtəlif konvensiyalarda da informasiya və ifadə azadlığının sərhədlərinin dəqiq cızıldığını deyir. Bugünə qədər Azərbaycanda əksəriyyəti vicdan məhbusu hesab olunan 9 jurnalist, 11 nəfər bloger və sosial şəbəkələrdə fəal olan gənc həbsdədir. Facebookda Heydər Əliyev adına səhifə, ASTV-dən seçmələr və yaltaqlara dur deyə səhifələrin adminləri hazırda həbsdədir. Keçən il paytaxtda baş tutan əsgər ölümlərinə son aksiyalarında da məhz sosial şəbəkələr, xüsusən də Facebook vasitəsilə təşkil olunmuşdu.
Aksiyaların nəticəsində ondan çox insan həbs olunmuş, cərimələnmiş və polis zorakılığına məruz qalmışdı.